Salam əziz dinləyicilər, bugün mən sizə mütləq sıfır rubrikası üzrə çıxış edəcəm. Mən sizə çıxışlarımda dedim ki, sıfır qüvvələrin və vahid qüvvələrin nəinki Bulutan dərgahının 9 məkanında, eyni zamanda makro mikro kainatlar və bizim kainatda olan stansiyaları mövcuddur. Mən o stansiyalar adları haqqında mən sizə məlumat vermədim. Ümumi danışdım ki, belə stansiyalar var. Bu stansiyalar belə deyək, qalaktikalarda da var, ulduz topalarında da var, ulduz sistemlərində də, ulduz qruplarında da, Güneş sistemlərində də, planetlərdə də bu cür stansiyalar mövcuddur. Bugün istəyirəm mən sizə bu stansiyalar haqqında bir növ açıqlamalar verim. Belə ki, bu stansiyaların hansı stansiyalar mövcuddur və bu stansiyaların vəzifəsi nədir? İstəyirəm bu haqda mən sizə öz fikrimi bildirim. Məsələ üçün, hər bir stansiyanın özünün bir vəzifəsi var. Yəni, bu ilahiyyat qanunu çərçivəsində bir vəzifəsi var. Hər bir stansiya öz missiyasını yerinə yetirir. İndi mən sizə belə stansiyalardan nümunə kimi danışacağım. Yəni, hər bir stansiya haqqında, yəni ki, o stansiyalar ki, müxtəlif funksiyalar yerinə yetirirlər və çalışacağım ki, hər bir stansiya haqqında mənim fikirlərimi bildirim. Məsələn, elə uzaq yerə getməyək, elə bizim Güneş sistemimizdə Jupiter planetində stansiya mövcuddur. Həmin stansiya Selektor stansiyası adlanır. İndi mən bu Jupiterdə yerləşən Selektor stansiyasının funksiyaları haqqında öz fikirlərimi bildirəcəm. Və belə yazıram ki, mütləq sıfır, bilirsiniz ki, bu mütləq sıfır rubrikası mənim mütləq sıfır əsərimdəndir və belə yazıram ki, mütləq sıfır əsərimdə Selektor stansiyası Jupiter planetində qurulmuşdur. Planetdə yaşayan yüksək şüurlar öz suallarını kosmosa göndərirlər. Əlbəttə ki, yüksək şüurlar deyəndə biz sizə Jupiter planetində yaşayan yüksək şüurlar haqqında mən danışmışam. Yəni, çıxışların birində Jupiter planetində və Jupiter planetində yaşayan 5 ölçülər haqqında söhbət etmişəm. Və demişəm, Jupiterin şimalında lantanlar, cənubunda elektronlar yaşayır. Hər ikisi 5 ölçülərdir və bu 5 ölçülər də başqa ölçülər kimi yüksək şüurlar adlandırıram. Və burada qeyd edirəm ki, planetdə yaşayan, yəni ki, yüksək şüurlar, yəni 5 ölçülər öz suallarını həmişə kosmosa göndərilir. Əlbəttə ki, bu söhbət başqa planetlərdən gedir. Hansı ki, başqa planetlərdə yaşayan yüksək şüurlar deməli, bütün kosmos boyu öz siqnallarını göndərir. Bu kosmos boyu siqnallar fəzalar boyu yayılır və nəhayətən həmən siqnallardan deyək ki, bir qismi Jupiterə çatır. Çünki Jupiterdə Selektor stansiyası mövcuddur və bu siqnallar Jupiterdə həmin o Selektor stansiyası vasitəsilə tutulur.
həmin siqnallar və eyni zamanda bu siqnallar kodlaşdırılır. Sonra bu kodlaşdırılmış suallar Günəşin kosmik şuur stansiyasına göndərilir. İndi mən sizə növbəti, yəni ki, bu Yupiterdə yerləşən Cerritos stansiyasında haqqında müəyyən fikirlərimi bildirəndən sonra bizim Günəşin kosmik şuur mərkəzinin də, daha doğrusu bizim Günəşin kosmik şuur stansiyasından da danışacağım. Yəni bu mövzuda da söhbət edəcəm. Mətləbdən uzaq düşməyək və mən dedim ki, bu həmin siqnalları demək Yupiterdə tutulur və kodlaşdırılır. Və kodlaşdırılmış suallar Günəşin kosmik şuur stansiyasına göndərilir. Həmin siqnalların cavabları tapıldıqdan sonra sualla birlikdə Yupiterə qayıdır. Yupiterdə mövcud stansiyalarda suallar saxlanılır. Yəni ki, Yupiterdə mövcud Cerritos stansiyasında suallar saxlanılır. Cavablar isə belə deyək, sual göndərən yüksək şuurlara çatdırılır. Bütün Günəş sistemlərində Cerritos stansiyaları mövcuddur, var. Həmin stansiyalar şəraitə uyğun olaraq Günəş sisteminin planetlərin birində qurulur. Yəni bizim Günəş sistemimizdə Yupiterdə qurulan kimi başqa Günəş sistemlərində də şəraitə uyğun müəyyən planet seçilir və həmin planetdə Cerritos stansiyası qurulur. Bizim Günəş sistemində əlverişli planet Yupiter hesab olunur. Məhz ona görə də odur ki, orada Cerritos stansiyası qurulmuşdur. Kütləsinə görə Günəşdən sonra ən böyük planet hesab edilir Yupiter planeti. Və bu Cerritos stansiyasında informatorların deməli informasiya tutmaq qabiliyyəti çox güclüdür. İnformasiya mübadiləsi ahitəsi çox genişdir. Eyni zamanda təkcə bu başqa Günəş sistemlərindən siqnallar qəbul olunur. Eyni zamanda bizim Günəş sistemimizin planetlərindən də, eyni zamanda bizim yerdən də müəyyən sual informasiyaları Yupiterdəki Cerritos stansiyasında toplanır. İndi bu Cerritos stansiyasının məqsədi nədir? O funksiyası nədir? Cerritos stansiyasının məqsədi sualları toplamaqdır və onları kodlaşdırmaqdan ibarət. Yəni ki, bu Cerritos stansiyasının vəzifəsi budur. Yəni təkcə bizim Günəş sistemindən yox, başqa Günəş sistemlərindən olan demək siqnalları qəbul edir və həmin o sual formasında siqnalları bir yerə toplayıb sonra kodlaşdırır. Eyni zamanda kodlaşmış cavabları hər bir canlının mental şuur səviyyəsinə uyğun səsə çevirib başqa yüksək şuurlara çatdırır. Yüksək şuurlar informasiyaları səslə kosmosa göndərirlər. Səs informasiyaları Cerritos stansiyalarında tutulur. Sonra həmin informasiyalar qısa dalğalara çevrilir. Və qısa dalğalar Günəşə göndərilir. Deməli, səs informasiyaları zəif enerjiya malik olduğundan
onları başqa məkanlara ötürmək zamanı çətinlik törənir. Odur ki, səs informasiyaları Yupiterdə tutduqdan sonra onun forması dəyişdirilir. Yeni impulslar kodlaşmış dalğa formasında təzahür edir. Qısa dalğalı informasiyalar bir-birilə qısa məsafə təşkil etdiklərindən asanlıqla bir-birinə enerji ötürə bilir. Nəticədə informasiyalar lazımi yerə çatdırıla bilir. Əziz dinləyicilər, bu Yupiter stansiyasında qurulan selektor stansiyası haqqında bu qədər. İndi isə mən bayaq dedim, Günəşin kosmik şuur stansiyası. İndi gəlin biz Günəşin kosmik şuur stansiyasından danışaq. Kainatda saysız hesabsız Günəş sistemləri mövcuddur. Həmin Günəş sistemlərində planetlərin sayı da müxtəlifdir. Günəş sistemlərində Günəş və planetləri idarə edən deməli hiperonlardır. Hiperonlar bilirsiniz ki, altı ölçülərdir. Və bu Günəş və planetlərin idarə olunmasında hiperonların böyük rolu vardır. Hiperonlar Günəş sistemlərində kosmik şuur stansiyası qurmuşlar. Günəşin kosmik şuur stansiyası büslərdən, ulduz sistemlərindən, ulduz topalarından, qalaktikalardan gələn informasiyaları qəbul edir və onları planetlərə ötürür. Planetlərdən gələn informasiyalara cavab tapa bilməsə, onda həmin sualları büslərdə yerləşən kosmik şuur mərkəzlərinə göndərir. Əlbəttə ki, sualların 90%-ni hiperonlar özləri tapıb planetə göndərirlər. Çünki hiperonlar altı ölçülərdir, onların mental şuur dairəsi yüzlükdür. Yer planetində mövcud oyanışlı insanların suallarını tapa bilmədiklərindən onların suallarını ən yüksək şuurlan stansiyasına göndərirlər. Günəş sistemlərində kosmik şuur stansiyası əsasən günəşlərin görünməyən hissəsində qurulur. Odur ki, günəşlərin arxasında ikinci məkanın olması insanlar üçün sir qalır. Həmin məkan planet olsaydı, o bir planetlər kimi Günəş ətrafında fırlanardı. Deməli, bu nəhəng bir stansiyadır ki, hətta onun böyüklüyü Yer planetindən də böyük olur. Əziz dinləyicilər, Günəşin kosmik şuur stansiyası haqqında bu qədər. İndi istəyirəm növbəti stansiya haqqında danışım. Növbəti stansiya uçan boşqabların stansiyasıdır. Uçan boşqabların stansiyası ulduz qruplarında yerləşir. Belə ki, ulduz qruplarının ən böyük ulduzunda həmin stansiyalar mövcuddur. Uçan boşqablar ümumiyyətlə, daha doğrusu pimezonlar, yəni ki, bu bütün Günəş sistemlərinin yaxında uçan boşqabların stansiyalarını qururlar. Bu stansiyalar bütün qalaktika boyu mövcud stansiyalarla əlaqə yaratmaq qabiliyyətinə malikdir. Uçan boşqabların stansiyaları bütün Günəş sistemlərində baş verən prosesləri daim izləyirlər. İdeyalar uçan boşqabların stansiyalarında senzuradan keçir.
yoxlandıqdan sonra Günəş sistemlərinə göndərilir. Uçan boşqablan stansiyaları birləşərək vahid mərkəzi uçan boşqablar stansiyası qurur. Və bu vahid mərkəzi uçan boşqablar stansiyası bütün stansiyalarla əlaqə yarada bilir. Qalaktiya daxilində çəkilən kosmik fəza yollarını salan məhz uçan boşqabların stansiyalarıdır. Uçan boşqabların stansiyaları bütün büslər arasında əlaqə yaratmışdır. Tərtib olunan mərşudlar əsasında uçan boşqablar hərəkət edir, bir büsdən başqa büscə sayid edirlər. Bizim qalaktikada mərkəzi uçan boşqablar Lira büscəsində yerləşir. Uçan boşqabların stansiyaları qalaktikada mövcud bütün pimizonlarla əlaqə yaradır. Yəni bu pimizon deyəndə siz bilin ki, bunlar 7 ölçülərdir. Ən yüksək texnikaya malik olan pimizonlar öz stansiyalarını burada mərkəzləşdirirlər. Hal-hazırda Lira büscəsində yaşayan pimizonlar qalaktikada yaşayan başqa pimizonlardan kamil səviyyəsinə görə daha üstün olmuşlar. Odur ki, Lira büscəsində mərkəzi uçan boşqablar stansiyası yerləşir. Pimizonlar bütün məxluqların həyat tərzini öyrənir, onlar mental şuurun inkişafında mühüm rol oynarlar. Məxluqların və insanların kamilləşməsində yüksək şuurların köməyi çoxdur. Daha mürəkkəb ideyaların qəbul edilməsində pimizonlar əlbəttə zəki sahib olduqlarına kodlaşmış informasiyaları asanlıqla açır, kainatda mövcud məxluqlara və insanlara çatdırırlar. Yer planetində elmin sirləri, belə deyək, sürətlə inkişafında pimizonlar insanlara kömək edir, müasir dövrün tələbatlarına uyğun elmi sirlərin açılmasında iştirak edirlər. Mezonlara köməklik edirlər, onların mənasının açıqlanmasında iştirakçı olur. Söhbət gedir kainat sirlərindən. İndi bu uçan boşqablar stansiyası haqqında bu qədər. Yəni hər bir stansiya haqqında mən xülasə formasında məlumat verirəm və mənə elə gəlir bu informasiyalar bu formada uyğun olar. Növbəti stansiyalar ideya stansiyaları adlanır. Bütün qalaktikada mövcud olan büslərdə ideya stansiyaları yerləşir. Yəni deyirəm, bütün qalaktikalarda mövcud olan büslərdə ideya stansiyaları yerləşir. İdeya stansiyaları pimizonlar tərəfindən nəzərdə götürülür. Pimizonlar bilirsiniz 7 ölçülüdür. İdeya stansiyasında bütün ideyalar məzmusu toplanır. İdeyalar bütün günəş sistemlərinə informatorlar vasitəsilə göndərilir. İdeyanı ilk dəfə alan hiperonlar olur. Hiperonlar bilirsiniz 6 ölçülüdür. Və onlar ideyanı qəbul etsələr də eyni zamanda onun mənasını anlasalar da tətbiq metodları olmadığından həyata keçirə bilmirlər. Odur ki, hiperonlar ideyaları inkar edirlər. Bundan sonra ideyaları elektronlar qəbul edir. Elektronlar lantala bilirsiniz bu 5 ölçülərdir. Kodlaşmış ideyaları açıqlayan elektronlar da onların tətbiqini həyata keçirə bilmirlər. Sonra ideyaları qəbul edən rezonanslar da bilirsiniz ki 4 ölçülərdir. Onlar da
həmin ideyaları reallığa çevirə bilmədiyindən həmin ideyaları onlar da inkar edirlər. Nəhayət ideyaları baryonlar qəbul edir. Baryonlar üç ölçülüdür. Baryonlar biz insanlar, yəni yüksək şuurlar biz insanları baryon adlandırırlar. İdeyalar mənası açılanan sonra onun tətbiq nöqtələrini müəyyənləşdirirlər. Beləliklə, Pimezonlardan gələn ideyanı baryonlar, yəni biz insanlar reallaşdırırıq. Reallaşmış ideyaların təzahür formalarını görmək üçün uçan boşqablar yerə tez-tez gəlir. İdeyaların təzahür formalarını gördükcə çox sevinirlər. Bəzən büslə yer planeti arasında məsafə çox olduğundan onların gəlişinə çətinlik törənir. Odur ki, uçan boşqablar yer planetindən insanlar uğurlayıb öz planetlərinə aparırlar. Uğurlanan insanlar çox xüsusi həyat tərzi yaradılır, onlardan istifadə olunur. İnsanlar həmin planetdə Pimezonlardan ideyalar alaraq orada onları reallaşdırırlar. Uğurlanan baryonların, yəni insanların əksəriyyəti süni həyat tərzinə tab gətirə bilməyərək dünyalarını dəyişirlər. Alimlərin müraciətlərinə görə hər il yer planetindən 500.000 insan uçan boşqablar tərəfindən uğurlanır. Uçan boşqablar ilk növbədə baryonlarda oyanışlar açırlar. Yəni insanları oyanış insanı çevirirlər. Sonra onlardan seçmələri uğurlayıb öz planetlərinə aparırlar. Yüksək enerji tab gətirməyən baryonlar, yəni biz insanların əksəriyyəti dəli olurlar. Dəli olmayan baryonlar insanlar bir müddət yer planetində kamilləşəndən sonra uğurlanıb planetə aparılır. Oyanışlı insan özünü dərk etdikləri zaman rezonanslarla əlaqə yaradırlar, yəni dörd ölçülərlə. Məhz rezonanslar oyanışları xilas etmək üçün uçan boşqablar qarşısında müəyyən sipər çəkirlər. Rezonanslar baryonlara xəbərdarlıq edir, onların uçan boşqablar əlaqəsinə qadağa qoyurlar. Yüksək şüurə malik uçan boşqablar son zamanlar yer planetin özündə stansiyaları qurmuşlar. Onlar yerdə baryonlarla əlaqə yaradaraq ideyaları yerləşdirir, onun maketlərini öz planetlərinə aparırlar. Əlbəttə ki, belə bir üsul çox gözəl nəticə verir. Çünki nə baryonlar uğurlanır, yəni baryon, yəni mən olan dillə danışıram, yəni baryon deyəndə bilin ki, biz insanlarıq. Nə baryonlar uğurlanır, nə də uçan boşqablar uzaq məsafələr qət edirlər. İdeyaların təzahür formaları yer planetində yerləşən uçan boşqabların stansiyalarında saxlanılır. Uçan boşqabların hər dəfə yerə səyahətində maketlər götürülür, onları planetlərinə aparılır. İdeya stansiyaları başqa yüksək şuurlarla da əlaqə yaradırlar. Həmin yüksək şuurlara hiperonlar, elektronlar və rezonanslar daxildir. Hiperonlar 6 ölçülüdür, elektronlar 5 ölçülü, rezonanslar 4 ölçülü. Pimezonlar 7 ölçülü. Pimezonlar yüksək şuurlar əlaqə yaradan zaman onların siqnallarını qəbul edirlər. Yüksək şuurlardan aldıqları informasiyaları cəmləşdirərək vahid bir nəticəyə gəlir və ideyaları təkmilləşdirilir. Deməli, ideya stansiyası Günəş sistemlərinə ideya informasiyaları yayır. Əziz dinləyicilər, bu da ideya stansiyası haqqında mənim fikirlərimdir.
əlbəttə ki, stansiyalar mən dedim, çoxdur, müxtəlifdir. Növbəti stansiya haqqında mən öz fikirlərimi bildirmək istəyirəm. Növbəti stansiyalardan da biri yaddaş stansiyasıdır. Yaddaş stansiyası ulduz sistemləri ilə ulduz qrupları arasında kosmik fəzalarda qurulur. Yaddaş stansiyalarında vacib cavab informasiyaları qeyd olunur. Bu stansiyada qalaktikanın yaranma prosesləri, qalaktika daxilində göy cisimlərinin yaranma prosesləri, mövcud yaşayış məkanlarının mövcudluğu, təkamül prosesləri və dağılması, məkanlarda yaşayan canlıların yaranması, canlıların təkamül və sonu prosesləri yaddaşa köçürülür. Yaddaşa köçürülən cavablar kodlaşdırılır. Yüksək şüurə malik olanlar kodları açsalar onun sirrini tapa bilərlər. Kodları açmaq üçün onlar saysız məkanlara səyahət etməli, mövcud canlıların yaranma proseslərini öyrənməli, ilkin yaranma kodlarını tapmalı, onları qruplaşdırmalı, sonra təsnimat qrupları yaratmalıdır. Təsnimat qruplarına görə kodlar tərtib olunur. Ondan sonra canlıların təkamül prosesləri öyrənilir. Hər bir canlının inkişaf pilləsi müəyyənləşdirilir. Uyğun canlıların təkamül prosesləri tipləşdirilir. Həyat tərzinə uyğun olaraq canlıların təkamül prosesləri kodlaşdırılır. Canlıların yaranış kodları təkamül kodları ilə uyğunlaşdırılır. Daha sonra canlıların məhv olma prosesləri tapılaraq kodlaşdırılır. Nəhayət canlıların ümumi həyat kodu tərtib edilir. Ümumi həyat kodunda uyğun yaşayış məkanları tapılır, yaşayış pillələri müəyyənləşdirilir. Beləliklə, bütün kodlaşma tam həyata keçiriləndən sonra kodlar cavab informatorlarına köçürülür. İnformatorlar yaddaş stansiyalarına göndərilir. Göndərilən kodlar orada uyğun mövcud kodla üst-üstə düşəndə sir açılır. Nəticədə yaddaş stansiyası yüksək şüurlar yaranışın başlanğıcından sonuna qədər olan proseslərin kasetini göstərir. Kasetə baxan yüksək şüurlu maraqlandığı canlının həyat tərzini tam öyrənə bilir. Odur ki, biz insanlar da lazımi kodlar sistemini qura bilsək, onu yaddaş stansiyasına göndərə bilsək, çox silahın açarlarını tapa bilərdik. Əziz dinləyicilər, indi isə mən istəyirəm növbəti stansiya haqqında danışım. Növbəti stansiya emitter stansiyasıdır. Mən sizə dedim ki, bizim kainatda çoxlu stansiyalar var. Hər bir stansiyanın da öz vəzifəsi var, hər bir stansiyanın öz funksiyaları var. İndi mən bu formada da bütün kainatda mövcud bütün stansiyalar haqqında sizə məlumat verməyə özümə borclu hesab edirəm. Növbəti stansiya emitter stansiyası adlanır. Emitter stansiyaları əsasən ulduz sistemlərinin və ulduz toplarının baş ulduzu ətrafında toplanır. Qalaktikanın əbədiyyətindən göndərilən suallar qalaktika boyu yayılır. Qalaktikada mövcud yüksək şüurlar tərəfindən sual selektor dairələri tutulur. Həmin suallara cavab tapılandan sonra onlar əbədiyyətə yox, öz yükünü emitter stansiyalarına boşaldırlar. Qalaktika daxilində mövcud silahın açarı məhz
emitter stansiyasında tapmaq olar. Emitter stansiyanın sayı çoxdur. Hər bir qalaktik sayısı hesabsız ulduz sistemi mövcuddur. Əgər bizim galaktikada n qədər ulduz sistemi varsa, onda n qədər emitter stansiyası olacaq. Emitter stansiyası haqqında bu qədər. Əziz dinləyicilər, indi isə növbəti stansiya haqqında danışmaq istəyirəm. Növbəti stansiya terminator stansiyası adlanır. Terminator stansiyası hər bir galaktikanın əbədiyyətində yerləşir. Siz bilirsiniz ki, galaktikanın əbədiyyətində mesonlar yaşayır. Mesonlar da bilirsiniz ki, 8 ölçülərdir. Və bu galaktikanın əbədiyyəti haqqında və orada yaşayan 8 ölçülü mesonlar haqqında mən çoxlu çıxışlar etmişəm. Və ona görə də qeyd edirəm ki, terminator stansiyası hər bir galaktikanın əbədiyyətində yerləşir. Həmin stansiyalar mesonlar tərəfindən idarə olunur. Stansiya birbaşa galaktikanın kosmik şüur mərkəzi ilə əlaqə yaradır. Hər bir galaktika ulduz qruplarından ibarətdir. Ulduz qrupları, ulduz sistemləri və ulduz topaları şəklində cəmləşir. Terminator stansiyası məhz bu 3 istiqamətdən informasiyalar qəbul edir. Yəni, həm ulduz qruplarının, həm ulduz sistemlərinə, həm də ulduz topalarına. Stansiya galaktikaya daxil mövcud ulduz sistemləri ilə əlaqə yaradır. Ulduz sistemlərində mövcud stansiyalar həm informasiya alır, eyni zamanda informasiya göndərir. Bu cür proseslər ulduz topaları və ulduz qrupları arasında da gedir. Ulduz sistemlərində emitter stansiyası qurulmuşdur. Belə stansiyalar ulduz topalarında da mövcuddur. Ulduz qruplarında yaddaş stansiyaları kənarda, daha doğrusu ulduz sistemləri ilə ulduz qrupları arasında yerləşir. İdeya stansiyalar isə birbaşa ulduz qruplarının, yəni büslərin mərkəzi ulduzunun kənarında yerləşir. Terminator stansiyası galaktikanın kosmik şüur mərkəzi ilə kontakt yaradanda kod sistemi, daha doğrusu sıfır sistemi tərtib olunur. İndi mən sizə kainatın sıfır sisteminin kodu haqqında danışmaq istəyirəm. Nəinki bizim kainat, makro mikro kainatlar da, o Tanrının dərgahının 9 məkanda da məhz bu kosmik şüur mərkəzləri mövcuddur. Və bu kosmik şüur mərkəzləri sıfır sistemi ilə işləyir. Və bu kosmik şüur mərkəzləri bir növ informasiya qəbul etmə, informasiyaların ötürülməsi və bütün bu proseslər məhz sıfır sistemi ilə həyata keçirilir və həmin informasiyalar bir növ sıfır sistemi vasitəsilə kodlaşdırılır. İndi mən sizə bu sıfır sisteminin kodlaşmasını misal göstərə bilərəm. Bax, bu kodlaşma necə həyata keçir və bu kodlaşma haqqında sizə fikirlər söyləyirəm. Məsələn, bu sıfır sistemi demək bütün stansiyalara əlaqə
yaratmaq qüdrətinə malikdir. Məhz sıfır sisteminin köməyi ilə kodlaşmış informasiyalar istənilən stansiyaya göndərilir və istənilən stansiya tərəfindən qəbul edilir. Sıfır sisteminin kodlaşmasını mən tərtib etmişəm. Əlbəttə ki, bu deməli informasiyaları mənə deməli bizim kainatın nuramediyasında yaşayan deməli protonlar, yəni nurlar. Nurların rəhbəri bu informasiyaları mənə yazdırıb. Məhz nurların rəhbərinin köməyi ilə mən kainatın quruluşunu qələmə almışam və kainatın quruluşu haqqında, kainatda mövcud stansiyalar haqqında aldığım informasiyaları bu mütləq sıfır əsərində yazmışam. Yəni bu mütləq sıfır əsərin yazılmasında bizim kainatın əbədiyyəti sayılan nuramediyanın rəhbərinin xüsusi rolu vardır və kainatımızın deyək ki, kainatımızda nurların rəhbərinə öz minnətdarımı bildirirəm ki, mənə kainatın bu sıfır sistemlər haqqında mənə geniş məlumat vermişdi və kainatımızda mövcud stansiyalar haqqında aldığım bütün məlumatları əsərdə qeyd etmişəm. Və əlbəttə ki, mən indi istəyirəm ki, sıfır sisteminin kodlaşması prosesi necə gedir? Yəni burada deməli kodlaşma, elə deyək ki, məsələn bizim qalaktikanı götürək. Məsələn bu sıfır sistemini necə qurulur və bu sıfır sisteminin qurulmasının prinsiplərini açıqlayayım. Misal çəkək bizim qalaktikadan. Yəni bizim qalaktika Ağsud yolu Kəhkəşan adlanır. Məsələn bizim qalaktikanın kosmik şüur mərkəzi ilk öncə terminator stansiyası ilə əlaqə yaradır və öz aralarında sıfır sistemini qurur. Sonra terminator stansiyası ulduz sisteminin emitor stansiyası ilə əlaqə yaradır və terminator stansiyası ilə ulduz sisteminin emitor stansiyası arasında sıfır sistemi qurulur. Daha sonra ulduz sisteminin emitor stansiyası yaddaş stansiyası arasında əlaqə yaradılır və əlaqə yaranan zaman bunlar arasında da sıfır sistemi qurulur. Nəhayət, belə deyək, yaddaş stansiyası ideya stansiyası ilə əlaqə yaradır və yaddaş stansiyası ideya stansiyası arasında sıfır sistemi qurulur. Sonra ideya stansiyası qalaktikanın kosmik şüur mərkəzi ilə ümumi əlaqə yaratmaqla bu proses tamamlanır və ümumilikdə tam sıfır sistemi bərpa olunur. Və tam bərpa olunan sıfır sistemi bu cür tərtib olunur. Kainat kosmik şüur mərkəzi, terminator stansiyası, ulduz sisteminin emitor stansiyası, yaddaş stansiyası, ideya stansiyası. Bu cür ardıcılıqla sıfır sisteminin kodlaşması tərtib olunur. Və bu sıfır sistemi tərtib olunan sonra terminator stansiyasında bütün informasiyalar kodlaşdırılır. Əziz dinləyicilər, indi
İstəyirdim növbəti mövzu haqqında danışam. Yəni növbəti stansiya qalaktikamızın kosmik şüur mərkəzidir. Yəni başqa qalaktikalarında kosmik şüur mərkəzi var. Bizim də qalaktikamızın kosmik şüur mərkəzi var. Vaxtımıza az qaldığına görə mən istəyirəm ki, qalaktikanın kosmik şüur mərkəzi haqqında informasiyalarımı gələn çıxışa saxlayayım və onu da demək istəyirəm ki, mən hər dəfə çıxışı edərkən çıxışımı deyək ki, zaman məfhumuna baxanda çıxışımı 1 dəqiqə artırıram. Məsələn, keçən dəfə çıxışlarım olubdur 41, 42. Hər çıxışımda istəyirəm ki, 1 dəqiqə çıxışları artıram. Beləliklə 20 dəqiqədən başladım, çıxışları davam etdirərək nəhayət 42 dəqiqə çıxış eləmişəm. Bugünkü çıxışımda, yəni 1 dəqiqə artırsam, bugünkü çıxışım 43 dəqiqə olacaq. Növbəti çıxış etsəm onu 44, 45 bu cür hər videomu 1 dəqiqə artıracağım. Və fikrim var ki, çıxışlarımı 1 saat həcminə çatdırım. Yəni gələcəkdə bütün çıxışlarım 1 saat həcmində olsun. Ona görə də video çəkərkən hər dəqiqə 1 dəqiqə artırmaqla deməli 1 saata yaxınlaşıram. Mənim bu mütləq sıfır əsərim əsasında yaradılmış bu mütləq sıfır rubrikası mürəkkəb informasiyalardan ibarətdir, mürəkkəb fikirlərdir. Əlbəttə ki, ola bilsin ki, siz üçün bir qədər aydın olmasın, bir qədər çətini seçə bilərsiniz. Ancaq amillərin nümayəndəsi mənə dedi ki, insanlar çətini çəksə də sənin çıxışlarına qulaq assınlar. Nə qəbul edərlər, o da böyük bir işdir. Sən bu çıxışların mürəkkəbinə baxma. Yəni mənim müəyyən belə deyək ki, rubrikalarım sadə formadadır. Mənim rubrikalarım mürəkkəb forma xarakteri daşıyır. Məhz bax bu mütləq sıfır rubrikasıda mürəkkəb informasiyalardır, mürəkkəb fikirlərdir, mürəkkəb ideyalardır. Ancaq mən məcburam ona görə ki, belə deyək ki, amillərin nümayəndəsi mənim qarşıma müəyyən vəzifələr qoyub və bu vəzifələri mən yerinə yetirməliyəm. Ona görə də mürəkkəb fikirlər olsa da mən bu mütləq sıfır rubrikasını davam etdirməliyəm. Hələlik bu qədər. Sağ olun. Gələn görüşlərə.